Dövlət İmtahan Mərkəzinə aid bu sualla həllinə baxaq. Bu sualda biz bilirik ki, bu hissədən gələn yük bu nöqtəyə çatanda iki hissəyə ayrılır və tutumlara mütənasib olaraq paylanır. Çünki bu hissə paralel birləşmə olduğu üçün U sabitdir. Q bərabər SU qanununa görə də biz bilirik ki, Q S ilə burada mütənasib olaraq bölünəcək. Və daha sonra birləşib və bu sonuncu S3 kondensatorundan keçəcək. Ona görə də ən böyük yük elə S3 kondensatorunda olacaq. Yəni indi biz baxaq görək hələ S1 və S2 üçün Q'lər necə paylanılıb? Biz bilirik ki, elektrik yükü tutum və gərginliyin hasisinə bərabərdir. Ona görə də düsturumuzu yazırıq. Q bərabər SU. Bu hissədə isə paralel birləşmə olduğunu görürük və gərginliyin paralel birləşmədə sabit olduğunu bildiyimiz üçün Q və S arasında bir mütənasiblik qururuq, asılıq qururuq. Buradan da görürük ki, elektrik yükü və tutum bir-birindən düz mütənasib asılı olduğuna görə 3S tutumlu kondensatordan olan elektrik yükü 3Q olacaq. 2S tutumlu kondensatorda elektrik yükü isə 2Q olacaq. Birinci və ikinci kondensatorlardan gələn elektrik yükü üçüncü kondensatordan keçir. Bu da o deməkdir ki, Q3 bərabərdir Q1 və Q2-nin cəminə. Birinci və ikinci kondensatorlardakı elektrik yükü bizə artıq məlumdur. Üçüncü kondensatordakı elektrik yükünü tapmaq üçün bu ikisində olan elektrik yükünü cəmləyirəm və alıram ki 5Q. Daha sonra isə müqayisə işimizi yerinə yetiririk və cavabı alırıq ki, ən böyük Q3, Q1, ən kiçik isə Q2 olaraq C variantı.